Salam əziz dostlar. Bugünkü müzakirəmiz ərəb dilinin üstünlükləri barəsindədir. Mövzu ilə əlaqədar olaraq studiyamıza Ülviyə Hüseynovanı dəvət etmişik. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür Müəllimə, edirəm. öncə özünüz haqqında məlumat verərdiniz. Özünüz də təqdim etdiyiniz kimi ağam Hüseynova Ülviyə, Azərbaycan Dillər Universitetinin dosenti, həmçinin Bakı Avrasiya Universitetinin müəllimi və son bir il ərzində də həmçinin Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun ərəb dili müəllimiyəm. Mən Bakı Dövlət Universitetinin Şərqşünaslığı fakültəsini fərqləmə diplomu ilə, yəni qırmızı diplomla bitirmişəm. Və bitirdiyim ildən etibarən də, yəni artıq 22 ildir ki, bu sahədə çalışıram, yəni ərəb dili mütəxəssisiyəm. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda dissertasiya işi götürərək müdafiə etmişəm və filologiya üzrə fəlsəfə doktoru adını layiq görülmüşəm. Ülviyə müəllim, özünüz barəsində çox geniş məlumat verdiniz. Təşəkkür edirəm sizə. Ərəb dilini bildiyimiz kimi öyrənmək haqqında müxtəlif təsəvvürlər mövcuddur. İnsanlar belə hesab edirlər ki, bu dili öyrənmək, mənimsəmək həddən artıq çox vaxt tələb edir. Bəli, bildiyimiz kimi ərəb dili çətin dillər sırasındadır. Lakin bir dilin, yaxud da bir şeyin çətinliklər sırasında olması, heç də onun qavranılmaması anlamına gəlmir. Bir tələbə, yaxud da adi bir Azərbaycan vətəndaşı bu dili öyrənmək istəyərsə, zəhmət çəkərək, nə qədər müddət lazımdır? Ümumiyyətlə, bu dil haqqında zəhmət olmasa qısa məlumat verərdiniz. Çox doğru vurğuladınız. Ərəb dili dünyanın ən çətin dillərindən biridir. Hətta belə deyərdik ki, dünyada ən çətin 6 dil varsa, ərəb dili bu sıralamada ikinci yeri tutur. Keçmiş Sovetlər İttifaqında Azərbaycanda mövcud olan bu şərqşünaslıq, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi ən güclü məktəb sayılmışdır. Və o zamandan bəri, belə deyək ki, Azərbaycanda ərəb dili sahəsində müəyyən dəyişikliklər olmuşdur. Nə baxımdan? Ancaq əvvəllər Bakı Dövlət Universitetində var idisə də ərəb dilinin tədrisi, artıq Bakının bir çox universitetlərində bu dil tədris olunur. Onların içərisində mən saymaq istəyərdim, yəni Bakı Dövlət Universitetindən sonra Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universitetinin çox güclü bir məktəbi vardır bu sahədə. Sonra Bakı İslam Universitetinin adını çəkmək istəyərdim və keçmiş Qafqaz Universitetində ərəb dilinin tədris ənənəsi çox yüksəkdir, göstəriciləri bəli. Və həmçinin eşitdiyimə görə Xəzər Universitetində də ikinci dil kimi tədris olunur. Amma o qədər də tədris məncə orada güclü deyil. Yəni mütəxəssis yetişdirmək baxımından o qədər də güclü deyil. Bu sıralamada hal-hazırda ən önəmli yerlərdən birini tutan yenə də Bakı Dövlət Universitetidir. Mən bir şeyi çox təəssüf edirəm, ağa. Bakı Dövlət Universitetində fakültəmizin adı adlanırdı Şərqşünaslıq fakültəsi. Və bunun vaxtı ilə bizim dövrümüzdə Şərqşünaslıq fakültəsinə daxil olmaq belə çox böyük bir hardasa avantaj idi, çox böyük bir üstünlük idi və çox çətinliklə yəni tələbəyə müəssər olurdu. Amma hazırda Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin adı dəyişdirilərək Regionşünaslıq yəni fakültəsi adlandırılıb və bu ad onun üzərindən götürülübdür deyək ki, və hardasa mənə elə gəlir ki, keçmiş ənənələr bir növ zəifləyib Bakı Dövlət Universitetində. Hazırda güclü yerlərdən birini tutan Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetidir bu sahədə. Sizin sualınıza dönmək istəyərdim ki, ərəb dilinin tədrisi, ərəb dilinin öyrənilməsi nə dərəcədə çətin bir prosesdir? Hər bir tələbəni, hər bir Azərbaycanlı maraqlandıran bir sualdır. Mümkünsüz deyil ağa. Hər bir şey mümkündür. Əgər insan istəyərsə, qarşısına məqsəd qoyarsa, bu mümkündür. Tələbələrin ən çox sual verdiyi bir məqamdır. Universitetə ilk birinci kursa biz daxil olduğumuz tələbələrlə görüşdüyümüz zaman tələbənin ilkin sualı bu olur ki, müəllimə, mən nə qədər müddətə bu dildə danışa biləcəm? Hətta danışa biləcəm, öyrənə biləcəm, yox danışa biləcəm. Çünki ilkin növbədə tələbəni maraqlandıran bu dildə danışa biləcəyim, yəni ki, hansı müddətdə o bu dilin danışıq dilini mənimsəyəcək. Düzün desəm ki, bu sualı eşidirəm və hətta bu sualın ardınca belə bir sual verirlər ki, mən 6 aya, yəni bir neçə aya bu dili öyrənə bilərəmmi danışıq dilini? Bu sualı mən həmişə gülümsəyərək qarşılayıram, çünki bu mümkün
deyil deyə düşünürəm. Nə mənada? Bizim özümüz Şərqşünaslıq fakültəsində mən Sovet dövründə oxumuşam deyə 5 il tədris almışıq, 5 il təhsil almışıq. Və inandırım sizə ki, 5 il universitetdə oxuduğum müddətdə, mən öz tələbəliyimə qayıdacağam, 5 il universitetdə oxuduğum müddətdə mənə Bakıda ən güclü müəllimlər dərs keçib bu sahədə. Amma hətta mən bayaq vurğuladım ki, mən bu fakültəni qırmızı diplomla bitirmişəm. Ümumiyyətlə 4-üm olmayıbdı. Biz çox çətin qrammatik materialları keçmişik, biz qazetlər tərcümə etmişik, belə deyək, Qurani Kərim oxumuşuq, tərcümə etmişik. Yəni bu ayrıca bir fənnimiz var idi, Vasif Məmmədəliyev tədris edirdi. Amma buna baxmayaraq, mən universiteti bitirəndə ərəb dilində elə də güclü danışa bilmirdim. İndiki zamanda əslində bütün universitetlərdə demək olar ki, tək öz ərəbli sahəsində deyiləm. Ümumiyyətlə, dillə bağlı olan bütün universitetlərdə, yəni bu sahəyə bağlı tələbələr bitirən zaman ən böyük problemləri bilirsiniz nədir? Həmin dildə danışıq dilində çox güclü yiyələnməməsi, mənimsəməməsi. Ən böyük problemimiz budur. Və mən universiteti bitirdikdən sonra hiss elədim ki, mən qrammatikanı əla bilirəm. Söz ehtiyatım çox zəngindir. Çətin qəzetləri oxuyub tərcümə edə bilirəm, çətin materialları. Amma danışıq dilim zəifdir. Bu zaman nəyə qeyd etmək istəyərdim? Əslində mənim bir fərqli xüsusiyyətim ondan ibarətdir ki, mən hər hansı bir dili öyrənəndə mən çox qısa müddət ərzində danışa bilirəm. Yəni heç bir çətinlik çəkmirəm. Amma qrammatik baxmayaraq ki, qrammatik bazam çox da güclü olmur, amma fikirlərimi çox asanlıqla izah edə bilirəm. Nəyi qeyd etmək istəyərdim? Əslində sualı bu cür qoymaq istəyərdim ki, bu qrammatik bazanın orta həddə mənimsənilməsi nə qədər vaxt lazımdır? Çünki hər hansı bir kəsin öz fikirlərini izah etməsi bu böyük bir məktəb istəyir. Bu təkcə dillə bağlı bir məsələ deyil. Misal üçün bizim universitetlərimizdə təhsil alan nə qədər gözəl, istedadlı tələbələr var ki, yüksək balla universitetə daxil olurlar. Özü Azərbaycan dilində öz fikirlərini doğru düzgün formada bir çox hallarda izah edə bilmirlər. Heç debatlara uyğun deyirlər. Şəxsi keyfiyyətləri üstündür, amma ki, natiqlik qabiliyyəti, fikir izah etmə qabiliyyəti tamam ayrı bir istedad, bacarıqdır ki, bu da anadan gəlmə deyil. İnsan öz üzərində çox çalışarsa, zəhmət çəkərsə, bunun öhdəsindən gələ bilər. Məsələyə bu cür yanaşaq. Ərəb dilində öz fikirlərini bir həddə izah edəcək səviyyədə qrammatikaya sahiblənməkdən ötürü nə qədər müddət lazımdır? Artıq fikri bu cür qoyaq da, yəni öz fərdi inkişafından asılı olaraq danışa da bilər, danışmayaq. Amma o qrammatik baza üçün nə qədər vaxt lazımdır? Aydındır. Ərəb dilinin xüsusiyyətlərindən özünüz də məşğul olmusunuz bir balaca ərəb dilindən. Bilirsiniz ki, ərəb dili bizim üçün ümumiyyətlə biraz ekzotik dildir. Nə baxımdan? Yəni bizim bildiyimiz, yəni Azərbaycan, ən çox bizim mənimsədiyimiz, yəni bizim ölkəmizdə işlək dil olan təbii ki, o ana dilimizdən başqa rus dili və ingilis dilidir. Bu dillərdən fərqli olaraq ərəb dilində ümumiyyətlə yazı özü belə bilirsiniz ki, demək sağdan sola doğru yazılır. Artıq istiqaməti dəyişib və artıq bu yazının özü belə ilkin növbədə tələbələrin gözünü qorxudur deyək ki. Amma bir neçə dərsə ərəb əlifbasını mənimsəmək mümkündür. Çox çətin deyil həqiqətən də. Yəni ki, kənardan çox çətin görsəməyinə baxmayaraq qısa müddət ərzində. Əvvəllər universitetdə belə deyək ki, bu hər əlifbanın mənimsənilməsi hardasa 8 dərs tələb olunursa, artıq onu qısaldıb bir 4 ya 5 dərsə endirmək olar, keçmək mümkündür. Ondan sonra isə mən belə deyərdim, rus dilində söz var, bazovaya qrammatika. Yəni ki, hardasa belə özül qrammatikanı heç olmasa öyrənmək lazımdır. Təbii ki, bir insan fikrini ifadə edə bilmək üçün heç olmasa cümlə quruluşunu, müəyyən bir qrammatik qaydaları bilməlidir. Amma mən o bayaqki fikrinizdə mən qayıtmaq istəyərdim ki, bir dildə yaxşı danışa bilmək üçün qrammatikanı gözəl bilməyə elə də ehtiyac yoxdur. Daha doğrusu, ərəbin qrammatikası o qədər çətindir ki, doğrudan da. İrəliyən vaxtlarda tələbələr, ən böyük problemimiz nədir? İrəliyən vaxtlarda tələbələr qrammatikanın çətinliyini görərək həvəsdən düşürlər. Bunu vurğulamaq istəyərdim. Və mən burada qayıdacağım bizim tədris kitablarımıza. Və bizim özümüz Bakı Dövlət Universitetində oxuyan zaman, bəlkə də xatirinizdə varsa, Ələsgər Məmmədov, bizim müəllimimiz, Ələsgər Məmmədovun ərəb dilinin tədrisi kitabından istifadə etmişik. Çox gözəl kitab əslində. Düzdür, çox tənqid edirlər bu kitabı. Biz hamımız o məktəbi keçmişik, ağa, hamımız. Bu kitabın əgər belə deyək ki, ilk anından etibarən belə deyək ki, çəmni tutaraq gedərsənsə, o çox gözəl bir nəticələrə varmaq mümkündür. Amma bir yandan onu da qeyd eləməliyəm ki, Ələsgər müəllimin bu kitabı biraz qrammatik baxımından və ya daha doğrusu söz ehtiyatı baxımından biraz çətindir və danışıq dilindən biraz uzaqdır.
Ona görə də tələbələr bu kitabla başladığımız zaman universitetdə artıq üsyana qalxıblar. İstəmirlər bu kitabdan dərs keçməyi. Bu kitabda irəliləyən vaxtlarda 1-2 aydan sonra, lap 6 aydan sonra artıq tələbə vəsdən düşür. İrəliləmək istəmir. Ona maraqlı gəlmir. Bilirsiniz ki, zamanə də dəyişib, tələbələr də dəyişib, onların dünya görüşü də dəyişib. Bizim vaxtımızda biz başımızı sakitcə aşağı salıb müəllimin dediyi ilə gedirdiksə, indi tələbələr bilirsiniz ki, daha çox söz haqqına malikdir və onlar deyirlər ki, müəllimə, biz məsəl üçün bu kitabdan istifadə etmək istəmirik, bizi əlavə dərs materialları ilə təmin edin. Gəlirəm sizin bir daha yenə sualınıza ki, qrammatika baxımından. Gəl belə danış, uşaq ümumiyyətlə dil açanda, körpə uşaq. Dünyaya gəldikdən sonra ilkin dil açmamışdan öncə öz ana dilini hələ mənimsəyir. Öz ana dili bir onun üçün yeni bir dildir təbiidir ki. O nədir bəyəm? Qrammatikanı öyrənir? Təbiidir ki, yox. Əvvəlcə birinci növbədə eşidir, söz ehtiyatını yığır. Yəni yaxınlarının, ailə üzvlərinin danışdığı söz ehtiyatını yığır. Birinci növbədə onda dinləmə inkişaf edir. Ondan sonra söz ehtiyatını yığdıqdan sonra artıq danışmağa başlayır. İlkin günündə vaxtlarda təbiidir ki, biraz şirin danışır, biraz səf-süf danışa bilər, bizi güldürür, amma sonradan yavaş-yavaş onun nitqi düzəlir və doğru cümlələr qurmağa başlayır. Əslində hər hansı bir xarici dilin tədrisində də bu yolla getmək lazımdır. Yəni biz başlayırıq birbaşa hərflərdən, çətin qrammatikadan tələbəni əvəzdən salırıq. Amma mən artıq son bir neçə ildə universitetlərdə çalışmışam ki, Ələsgər müəllimin kitabını biraz kənara qoyaraq, təbii ki, qrammatikanı oradan keçirik. Çünki Azərbaycanda yeganə dərs vəsaitidir bu sahədə, güclü dərs vəsaitidir. Amma dərs vəsaitlərimizi biraz dəyişərək mövzu. Yəni, tələbələr söz ehtiyatı yığmalıdır. Hər bir mövzu ətrafında söz ehtiyatı yığır. Bu mövzu ətrafında danışıq, dialoqlar, situasiyalar, motivasiya qurulur və tələbə fikrini ifadə etməyə öyrənir. İndiyə qədər danışdıqlarımızı bu cür xülasə eləyərdim ki, ümumiyyətlə bu dilin həqiqətən də öyrənilməsi insandan böyük bir müddət vaxt alır. Söhbət peşəkarcasına öyrənməkdən gedir. Bu müddət hətta fərddən fərdə dəyişir. Bir insan hətta 1 ilə də öyrənə bilər, 2 ilə qədər bir hətta öyrənə bilər, özünü inkişaf edə bilər. Yenə də məsələlər qayıdır fərdin özlərinin nə qədər çalışmasına, hansı dərs vəsaitlərindən istifadə etməsinə, hansı müəllimlərə müraciət etməsinə. Nitq məsələsi isə tamamilə fərdi məsələdir ki, nə qədər çox zəhmət çəkərsə, ünsiyyət qurarsa, bu işdə daha da çox irəliləyiş əldə edə bilər. Bu məsələnin birinci tərəfi. Ümumiyyətlə, insan fitrətində yaxud da bir çox hallarda biz müşahidə edirik ki, çətinliklə üzləşəcəyini görəndə, yaxud da üzləşəndə insan həmin çətinlikdən yan keçmək istəyir, yaxud da bu işi davam etdirmək istəmir. Lakin bir sıra stimullaşdırıcı amillər var ki, həvəsləndirici amillər var ki, insanda məhəbbət, sevgi yaradır ki, bu çətinliyin öhdəsindən gəlsin. Baxın, bəs bu ərəb dilinə ki, bu qədər vaxt sərf olunur, insanlar zəhmət çəkir. Bunun üstünlükləri nədən ibarət ola bilər? Bu dünyada proses necədir, Azərbaycanda proses necədir? Mən biraz da yenə də əvvəlki sualımdan çıxış edərək davam edəcəm. Bayaqki sualına biz müddətlər çox elə də toxunmadan yan keçdik, amma bu müddət söhbəti çox önəmlidir. Çünki sizin verdiyiniz sualla bağlı tələbələrinə verdiyi sualdır. Konkret müddət demək təbii ki, çətin məsələdir. Amma hardasa 6 ay müddətində təbii ki, tələbə çalışqan olarsa, insan çalışqan olarsa, heç olmasa bəsit, danışıq dilinə dialoqa girə bilər. Yəni, gündəlik məişət dilində öz fikirlərini ifadə edə bilər. Bu da hansı halda? Ümumiyyətlə, hər bir dilin öyrənilməsində insan gün ərzində minimum 2 saat o dil üzərində çalışmalıdır. Yəni, söz ehtiyatı yığmalıdır, internetdə də olsa, televiziyada müəyyən materiallara baxmalıdır, kitab oxumalıdır. 2 saat bu dillə məşğul olduğu halda 6 ay müddətində, əgər çalışqan olarsa, ən azından fikrini ifadə edə biləcək. Bir il ərzində isə daha mükəmməl nəticələrə nail olmaq mümkündür. O da hansı halda? Təbii ki, universitet təhsili bizim özümüzə məxsus bir proqramımız var. O proqramla gedən zaman 2, 3 il, 4 ilimizi alır. Amma fərdi yanaşma yolu ilə, yəni ki, tələbə öz üzərində daha çox çalışarsa da 6 ay, 1 il ərzində təbii ki, mükəmməl danışığa yiyələmək üçün daha çox vaxt lazımdır. Amma 6 ay, 1 il ərzində ən azından bir ərəb dilli insanla üzbəüz gələrsə, onu anlayıb fikirlərini ifadə etməyə bacaracaq. Çox gözəl. Əldə etdiyimiz nəticə bundan ibarətdir ki, heç də dediyiniz mərhələyə gəlib çatmaqdan ötürü illər lazım deyil. Bir il zəhmətkeş insan, zəhmətkeş tələbə nizamlı şəkildə öz üzərində çalışarsa, zəhmət çəkərsə, öz ərəb dili səviyyəsini inkişaf elətdirə bilər. Hətta bir həddə qarşındakı şəxsləri, ərəb dilli şəxsləri anlaya bilər. Bu məsələnin əsas tərəflərindən idi. Baxın, stimullaşdırıcı amillər nədir ərəb dilini öyrənərkən? Bizə üstünlüklər nədir? Nə kimi üstünlük əldə edə bilərik?
Belə deyək, ağa, bizim zamanımızda ümumiyyətlə belə tələbələrin simullaşdırıcı momentlərimiz çox az idi. Niyə? Birincisi, internet məsələsi yox idi. Yəni ki, kompüterdə, internetdir. Şəhərdə ərəblər yox dərəcəsində idi. Biz küçədə, bayırda bir ərəb görən zaman o qədər sevinirdik ki, yaxınlaşıb onunla danışmağa çalışırdıq. Heç olmasa 2 cümlə onunla söhbət edə bilək. Amma hazırda həmin o dediyimiz motivasiya edən, simullaşdırıcı momentlər çoxdur. Demək, bilirsiniz ki, indiki zamanda əvvəla internetdə en qədər material var. Bu dilin tədrisi ilə bağlı, istənilən dildə. Əgər tələbə, məsələn, rus dilini, türk dilini, ingilis dilini belə bilirsə bizim dilimizdən başqa, bu dildə en qədər material tapa bilər. Yəni ki, bunun üçün hətta sırf universitetdə müəllimin yönləndirdiyi istiqamət sırf yəni yetərli deyil. Müəllim ancaq yön və istiqamət verə bilər universitetdə, saat yarım ərzində, dərs ərzində. Tələbə isə onu evdə özlərində işləyərək davam etdirməlidir. İndi qayıdıram əsas momentə. Əvvəllər tələbələrin ən çox həvəsinə salan bir an var idi. Mən bu ixtisası qurtardığım zaman kim olacağam? Hansı sahədə işləyəcəm? Özümə iş tapa biləcəmmi? Bu çox aktual mövzudur əslində. Və tələbələrin 90%-nin yaxşı oxumamağının səbəbi, ərəb dili sahəsində yaxşı oxumamağının səbəbi həmin bu həvəssizlikdir, ruh düşkünlüyüdür. Gəlin belə düşünək, doğrudan da tələbə universiteti bitirdikdən sonra hansı sahədə iş tapa biləcək özünə? Bu çox önəmli bir sualdır. Əvvəllər Azərbaycanda fəaliyyət göstərən ərəb səfirliklərinin sayı az idi. Getdikcə bu sayı artıq bu günümüzdə 12-yə çatıb. Artıq 12 ərəb səfirliyi fəaliyyət göstərir Azərbaycanda. Amma yenə də bu səfirliklərin özünün tərcüməçiləri var, işçiləri var. Bir səfirliyə nə qədər işçi tələb oluna bilər ki? Amma hər il universitetdən görürük biz nə qədər tələbə məzun olur bu dil, bu sahədə. Və əksər ixtisaslarda tərcüməçi ixtisası çox azdır Azərbaycanda. Bir Bakı Avrasiya Universitetində var, bir də Bakı Dövlət Universitetində. Qalan sahələrdə isə regionşünaslıq. Regionşünas nə deməkdir? Həmin regionun mütəxəssisi deməkdir. Yəni regionşünas ixtisası olduğu ixtisas ölkəsinin dilini, tarixini, mədəniyyətini, adət-ənənəsini, coğrafiyasını, hər bir belə deyək ki, sahəsini gözəl bilməlidir. Təbii ki, ən öndə dil gəlir, dil məsələsi gəlir. Amma bütün tələbələrimiz qurtardıqdan sonra o regiona gedib işləmə imkanına malikdirlərmi? Təbiidir ki, yox. Bəs Azərbaycanda onlar hansı işlə təmin oluna bilərlər? Əvvəllər bu sahədə çox az yer olduğuna görə tələbələrin 90%-i təbiidir ki, bu gələcəyi düşünərək, ruhdan düşərək birinci kursdan sonra ikinci kursda zəifləmə gedirdi, üçüncü kursa ümumiyyətlə tələbələr uzaqlaşırdı bu dildən. Amma son 2 ildə vəziyyət çox dəyişib, köklü sürətlə dəyişibdir. Bunun səbəbi nədir? Bilirsiniz ki, keçən il Azərbaycanda Cənab Prezidentin fərmanı ilə multikulturalizm ili elan olunmuşdu. Bu il çərçivəsində bir çox tədbirlər keçirildi və keçən ildən bəri, belə deyək, biraz mən belə deyək, tam rəsmi dildə deməyəcəm, yəni Azərbaycan üzünü şərqə tərəf çevirməyə başlayıbdı. Yəni ərəb ölkələrinə tərəf. Azərbaycan əvvəllər ərəb ölkələri tanımırdı. Demək olar ki, tanımırdı. Biz hətta internetdə danışdığımız zaman, yazışdığımız zaman deyəndə ki, mən Azərbaycandanam, sual verirlər, o haradır? Bizi haradasa Sovet İttifaqının bir, belə deyək ki, hissəsi kimi görürdülər. Daha çox Rusiyanın tərkibində, belə deyək ki, ölkə kimi görürdülər və tanımırdılar. Amma hazırda Azərbaycan öz sözünü, belə deməyə başlayıb, özünü dünyada tanıtdırmağa başlayıbdır. Bu il isə keçən ilin davamı olaraq, bu il Azərbaycanda demək İslam həmrəyliyi ili elan olunubdur. Bu isə sırf deyək ki, ərəb dilinin öyrənilməsi əhəmiyyətini ön plana çəkibdir, belə demək olarsa. Və bilirsiniz ki, şəhərdə bir çox yerlərdə ərəb şirkətləri artıq yaranmağa başlayır. Bilirsiniz ki, bir çox yerlərdə müəyyən, belə deyək ki, ərazilərdə tikinti hüquqlarını əldə edərək müəyyən şirkətlərə yaranmağa başlayır və bu, belə deyək, yeni iş yerlərinin açılmağı deməkdir tələbələrimiz üçün, yeni imkanlar deməkdir. Təbii ki, oralarda işləmək üçün dil bilgisi tələb olunacaq və bu zaman bizim məzunlarımız, tələbələrimiz işlə təmin olunacaqlar. Və başqa bir aspektdən də yanaşmaq istəyərdim ki, Azərbaycana keçən ildən bəri güclü turist axını var. Xüsusilə ərəb ölkələrindən. Təbii ki, bunu bizim tamaşaçılarımız duymamış, görməmiş deyil. Keçən ilin yayında şəhərə çıxmağa, gəzintiyə çıxdığımız zaman hətta belə deyərdim ki, Azərbaycanlıdan çox ərəbi görürdük biz küçələrdə. Bu isə o deməkdir ki, əgər ərəb dünyası artıq Azərbaycanı tanıyır və Azərbaycanla sıx, belə deyək ki, münasibətlərə girməyə başlayıbdır.
Və bu da dediyim kimi yenə də qayıdıram təkrarən ki, bizim tələbələrimiz, məzunlarımız üçün yeni perspektivlərin, iş yerlərinin açılmağı deməkdir. Nəticədə bunu qeyd etmək olar ki, ümumiyyətlə hal-hazırda ərəb dili ixtisası üzrə təhsil alan, bu dili öyrənməkdə olan insanlar üçün çox böyük, geniş imkanlar var. Həm onlar maddi vəziyyətlərini çox yaxşı edə bilərlər, eyni zamanda dünya görüşlərini inkişaf etdirə bilərlər və heç də bir çox hallarda bəzən mətbuatda öyrəşmişik onsuz da dezinformasiya, yalan məlumatlar. Ərəblilər heç də mədəniyyətdən, elmdən kənarda qalan deyillər. Onların da özünə məxsus mədəniyyətləri, dünya görüşləri var. Yəni dünyanın bir çox ölkələrində, məşhur universitetlərində təhsillərini davam elətdirirlər. Əlbəttə ki, hər bir xalqın bütün nümayəndələri təhsil almırlar. Bir qrup insanlar var ki, elmə aşiqdirlər, zəhmət çəkirlər, təhsillərini davam elətdirirlər. Və ən əsas, ərəb mədəniyyəti dünyaya nə verə bilər? Və bundan öncə qeyd etmək istəyərdim ki, bu mədəniyyət, adət, ənənə bu bir günə formalaşan bir şey deyil. Əsrlərlə formalaşmış bir yanaşma tərzidir, davranış tərzidir. Və əlbəttə ki, bu davranış tərzi də əgər faydalı deyilsə bəzi davranış tərzləri birdən-birə islah ola bilməz. Çünki bunun üçün zaman lazımdır, bunun üçün ziyalılar lazımdır. Ümumən, ərəb mədəniyyəti dünyaya nə verə bilər və yaxud da nə verməkdədir? Ağam, təbii ki, biz televiziyada, ümumiyyətlə insanlar arasında da belə bir məlumatla tez-tez rastlaşırıq ki, bəs ərəblər, siz demişkən, biraz belə deyim, mədəniyyətdən Azərbaycan axınına gələn ərəblərdən söhbət gedir. Onların davranış tərzindən şikayətlər eşidirik. Təbii ki, bu tamamilə başqa bir mədəniyyətdir. Düzdür, biz hardasa belə də İslam ölkələri olaraq hardasa ümumi adət-ənənələrimiz var və onu da vurğulamaq istəyərdim ki, əslində bizim adət-ənənələrimizlə ümumiyyətlə ərəblərin adət-ənənələri arasında oxşananlar çoxdur. Amma yenə də başqa bir dünyanın, başqa bir sivilizasiya, başqa bir mədəniyyətin insanlarıdır. Ona görə də hardasa bizim üçün bir balaca qəribə gələ bilər, yəni onların davranış tərzi, dünya görüşü. Ərəblərin belə deyək, mədəniyyəti ilə bağlı, belə deyək, ümumiyyətlə mədəniyyətin beşiyi, mənbəyi əslində elə ərəb ölkələri olubdur vaxtı ilə. Və bayaqların vurğuladınız ki, dil mədəniyyətin daşıyıcısıdır. Bununla bağlı mən həm də bu aspektdən çıxış etmək istəyərdim ki, ərəb dilinin dünyada ən önəmli yer tutmağının səbəblərindən biri elə İslam dinidir. İslam dini. Və ümumiyyətlə ərəb dilinə bağlı onu da vurğulayım ki, ərəb dilli insanların danışdığına görə, yəni ərəb dilli insanların sayına görə, bu dildə danışan insanların sayına görə ərəb dili dünyada 4-cü yeri tutur. Önəmliliyi baxımından deyirəm. Və bilirsiniz ki, ərəb dili hazırda Beynəlxalq Millətlər Təşkilatının 6 işlək dilindən biridir. Sualınızla bağlı onu deyə bilərəm ki, ümumiyyətlə ərəb dilini belə deyək, beynəlxalq əhəmiyyətli, mədəni dəyərlərin yaradılmasında roluna görə Şərqin Latın dili adlandırırlar ərəb dilini. Ərəb dili çox qədim bir tarixə malikdir, amma necə olub ki, bu günümüzə qədər belə deyək ki, öz ilkin yarandığı dövrdən bəri belə deyək ki, öz aktuallığını qoruyub saxlaya bilmişdir. Mən bunda Qurani-Kərimin rolunu təbii ki, önə çəkəcəm. Bilirsiniz ki, Qurani-Kərimin yazıldığı dil, ərəb ədəbi dili indiyənə qədər öz ilkin formasını, öz o təmiz formasını qoruyub saxlamışdır. Heç bir təhrifə uğramadan. Təhrifə uğramadan. Amma yenə də burada müəyyən bir mərhələləri qeyd etmək lazımdır. Ərəb dili öz inkişafı prosesində bu deyək ki, hardasa bu 3 mərhələdən keçmişdir. Əsasən bu günümüzə qədər gəlib çıxıb, təbii ki, Qurani-Kərimin sayəsində. Qurani-Kərim olmasaydı, o ləhcələr ərəb ədəbi dilini yeyərdi, belə deyək, aradan qaldırardı. Sırf Qurani-Kərimin sayəsində ərəb dili bu günümüzə qədər o dediyim kimi ilkin formasında gəlib çıxmışdır. Və bizim hazırda universitetlərdə tədris etdiyimiz dil məhz həmin Qurani-Kərimin dili, yəni ərəb ədəbi dilidir. Amma yenə də ondan biraz kənara çıxacağıq. Necə? Ərəb ədəbi dilinlə yanaşı, ərəb ölkələrində təbii ki, bilirsiniz ki, çox məşhurdur ləhcələri, dialektləri. Hətta hər bir ölkənin özünə məxsus ləhcəsi, dialekti var. Bir ölkədə də onlarla ləhcə belə mövcuddur. Ona görə də elə zaman-zaman olur ki, belə deyək ki, məsafə baxımından bir-birindən aralı düşən uzaq ərəb ölkələrindən götürsək, bir ərəb, o birisi bir başqa ölkədən olan ərəbi anlamaqda çətinlik çəkə bilər. Dialekt, ləhcə baxımından deyirəm. Və indiki zamanda isə ərəb dilində müəyyən bir dəyişikliklər yaranıb ədəbi dildə. Yəni modern, müasir ərəb ədəbi dili formalaşıbdır. Müasir ərəb ədəbi dilinin Qurani-Kərimin ədəbi dilindən biraz fərqli aspektləri var. Təbii ki, bu təbii bir prosesdir. Çünki
elm inkişaf etdikcə, texnologiya inkişaf etdikcə yeni terminlər, yeni sözlər yaranır. Bu yeni sözlərdə ərəb leksikonuna, ərəb dilinə daxil olaraq biraz onu zənginləşdiribdi və son zamanlarda asanlaşdırmağa, sadələşdirməyə doğru bir tendensiya var. Yəni ki, indiki zamanda ərəb ölkələrində, həmin Qurani Kərimin dilində, ərəb ədəbi dilində heç bir ərəb danışmır. Heç bir ərəb. Və bizim ən çox elə tələbələri öyrətdiyimiz bu dil baxımından deyəcək. Onlar müəyyən çətinliyə düşürlər. Biz onlara sırf ərəb ədəbi dilini öyrədirik. Amma onlar hər hansı bir ərəblə üzbəüz gəldiyi zaman ərəb bunu başa düşür, amma biz onu başa düşmürük. Çünki o öz ləhcəsində danışdığı zaman və bir çox ərəblər də var ki, ədəbi dili gözəl bilmirlər. İndiki zamanda, indiki dünyada, ərəb dünyasında sırf oxumuş, savadlı təbəqəni, belə tələbələr, universitetlərdəki tədris olunur, sırf oxumuş təbəqənin nümayəndələri Qurani Kərimi dilini, ərəb ədəbi dilini gözəl bilirlər. Yerdə qalan ərəblər isə demək olar ki, öz ləhcələrindən kənara çıxa bilmirlər. Mən bayaqlarım dediyim zaman demək, müəyyən bir yanlış fikir yaranmağını istəməzdim. Əksinə, ərəb dili ləhcələri həddindən artıq ədəbi dildən asandır. Mən deyərdim ki, məsələn, ləhcəni öyrənmək indiki zamanda biraz ədəbi dili bildikdən sonra, bir balaca deyək ki, bazen olduqdan sonra ləhcəni mənimsəmək çox asandır. Hətta bir ərəb əsli insanla qısa bir, hətta yarım saatlıq söhbətdən sonra onun ləhcəsini mənimsəmək, yəni başa düşmək mümkündür. Mən onun üçün vurğuladım ki, bizim tələbələrimiz və ya da bu dili öyrənmək istəyən insanlar ərəb dilinin ləhcələrindən çəkinməsinlər. Və son zamanlar Azərbaycanda doğru vurğuladınız ki, Azərbaycanda belə deyək, tələbələrimiz xaricə, xüsusilə də ərəb ölkələrinə, bu günə qədər Avropa ölkələrinə, Amerikaya təhsilə üz tuturdularsa, artıq ərəb ölkələri, universitetlərdə öz qapılarını bizim tələbələrimizin üzünə açmışdır. 1-2 il bundan öncə Bakı Avrasiya Universitetində oxuyan 4 nəfər tələbəni mən Sudan səfirliyinin köməyi ilə vasitəsilə Sudanda məşhur Afrika Beynəlxalq Universiteti var. Orada yay məktəbinə tədris üçün göndərdik və o 4 tələbə getdi Sudanda. İlk dəfə Azərbaycandan 4 tələbə getdi Sudanda. 40 gün müddətində olsa da, heç olmasa Sudanın mədəniyyəti ilə tanış oldu, ləhcəsi ilə tanış oldu, adət-ənənəsi ilə tanış oldu, başqa bir mədəniyyətə tanış oldu və geri döndü. Və mən bu sahədə çox çalışıram ki, tələbələrimiz başqa ölkələrə, İordaniya, Mərakeşə, Misirə də praktika var, Misirə də çox gedib oxuyanlar var. Qayıdaq indi ərəb mədəniyyətinə. Belə deyərdim ki, yenə də qayıdacaq dil baxımından. Qurani Kərimin sayəsində ki, ərəb dili belə böyük bir əhəmiyyətli, dünyada böyük bir aktuallığa malik olubdur. Təbiidir ki, İslam dinini qəbul edən insanların sayı dünyada getdikcə çoxalır. Səhv etmirəmsə, 2 milyarda yaxın insan İslam dinini qəbul etmişdir. Və bu İslam dini sayəsində dediyim kimi ərəb dilini öyrənmək istəyən insanların sayı getdikcə artır. Hətta mən eşitdiyimə görə, bildiyimə görə Kanadada, Rusiyada, Fransada ərəb dilinə çox böyük, ərəb dilinin orta məktəblərdə tədrisinə, ümumiyyətlə orada tədrisinə çox böyük önəm verilir. Fransanın sabiq prezidenti Nicolas Sarkozy də ərəb dili haqqında bir cümlə işlətmişdir ki, ərəb dili gələcəyin və elmin dilidir. Bəli, bir fransızın dilindən bu sözü eşitmək ki, ərəb dili gələcəyin və elmin dilidir. Bu artıq onun dünyada getdiyi yolu, yəni inkişaf prosesini bizim üçün qeyd edir. Və ərəb dilində, belə deyək, yazıb yaradan insanlar təkcə ərəblər olmamışdı. Ərəb dilinin əhatə etdiyi ərazilər içərisində həmçinin Azərbaycan da var və bizim bir çox orta əsr, çox məşhur Azərbaycanlı alimlərimiz, ədiblərimiz, şairlərimiz ərəb dilində yazıb yaratmışlar və ərəb mədəniyyətinin böyük töhfəsini vermişlər. Və hazırki, belə deyək, ərəb mədəniyyətində qeyri-ərəb, yəni qeyri-ərəb əsilli xalqların da önəmi, yəni rolu çox böyükdür. Mən nəyə qeyd etmək istərdim? Yəni, ərəb dilinin üstünlükləri həddən artıq çoxdur. Mən deyərdim ki, bütün dillərə mənim simpatiyam var. Elə bir dil yoxdur ki, mən bir mənalı bir dilə tərəf yönəlmiş olub. Çünki həqiqətən də nə qədər çox insan dil bilmiş olsa, bir o qədər daha çox mədəniyyətlərlə tanış olmuş olur. Ən əsası, orijinal mənbələrdən məlumata keçid olur. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu birinci amil. İkinci amil ondan ibarətdir ki, bildiyimiz kimi bizim bir çox dövlətlərlə diplomatik münasibətlərimiz genişlənməkdədir və hər hansı diplomatın, ərəb dilli diplomatın çox geniş natiqlik qabiliyyəti, liderlik qabiliyyətlərinə sahibləməlidir ki, Azərbaycanı ölkədən kənarda yaxşı şəkildə
təmsil edə bilsin. Bunun dili ilə birbaşa əlaqəsi var. Hətta biz Viktor Hugo'nun Səfirlər əsərində oxuyarkən yepiskopun çox gözəl ləhcələri bilirdi. Yerli ləhcələrə qədər bilirdi və o insanlarla ünsiyyət quranda bu çox gözəl təsir qoyurdu auditoriyaya. Ona rəğbət bəsləmələrinin səbəblərindən də biri bu idi. Yəni bugün bizim diplomatımız da hər hansı bir ölkəyə gedirsə, istər ingilis dilli olsun, rus dilli olsun, ərəb dilli olsun və sair dillər. Onlar dili çox gözəl tələffüzü ilə birlikdə yaxşı bilməlidirlər. Mən ləhcələr məsələsinə gələrkən nəyə qeyd etmək istərdim? İstəmirəm ki, tamaşaçılarımıza belə bir fobiya yaransın. Ləhcələr Amerikan ingilis dilində də ləhcə var, Britaniya aksentindən ləhcələr var. Hətta Amerikanın özündə bir çox hallarda qrammatik qaydalar riayət olunmur. Sadəcə olaraq cavab verilir. Yəni ləhcə cəhətdən qorxmağa ehtiyac yoxdur. Pakistanlıların öz ləhcəsi var ingiliscəsində, rus dilində də eyni zamanda. Bu da ərəb dilinin özünə məxsus ləhcədir. Ərəb dili deyərdim ki, eyni zamanda ən böyük onun əhəmiyyətli edən mənim üçün xüsusiyyətlərindən biri onun elm dili olmağıdır. Qeyd etdiyimiz kimi Nəsrəddin Tusdən tutmuş, mütaliə fəlsəfəsi Molla Sədrə var, İbn Xəldun, hətta Yunan dilindən fəlsəfi məktəblərin ideologiyaları ərəb dilinə tərcümə olunub, ərəb dilindən müxtəlif elmi mənbələr Avropaya inteqrasiya olmuş. Yəni ərəb dilinin vacibliyi, mühümlüyü inkar edilməzdir və insanlar hansı millətə, dinə, dilə mənsub olmaqlarından asılı olmayaraq qarşındakı millətin əgər verəcəyi faydalıdırsa, həqiqətən inkişafa gətirib çıxardacaqsa, bu inkişaf öz-özlüyündə həqiqətən faydalıdırsa, biz ona qarşı olmalı deyil. Əslində mənimsəməliyik və bunu özümüzə vacib bilməliyik. Sizin fikrinizə qüvvət bir şey deyim ki, təbii ki, ərəb dili çox böyük bir tarixi mənbədir. Çox zəngin bir tarixi mənbədir. Və dünyanın bir çox, belə deyək ki, muzeylərində hətta elə yazmalar var ki, ərəb dilində. Onlar indiyənə qədər araşdırılmayıbdır. Və öz mütəxəssislərin belə də yolunu gözləyir. Bir çox belə deyək ki, təbabət sahəsində, fəlsəfə sahəsində, hətta canlı səyahət etmiş insanların belə deyək memuarları var ki, onlar indiyənə qədər tam şəkildə tədqiq olunmayıbdır. İbn Sina. Bəli, ona görə də bu dili təbii ki, gözəl bilən mütəxəssislərin sayı çox olduqca biz həmin o tarixi mənbələri özümüz üçün biz giriş əldə edə biləcəyik. Yəni müasir aspektdən nəyə qeyd etmək istəyərdim? Bildiyimiz kimi Middle East, Yaxın Şərq hər zaman bir çox dövlətlərin marağında olub. Bu maraq müsbət amildən, mənfi amildən gəlir, o ayrı mövzudur. Əgər maraq dairəsindədirsə, həmin dili bilən mütəxəssislərə böyük ehtiyaclar var. Və bunlar jurnalistlərdir, iqtisadçılar və digər sahənin şəxslərdir, mütəxəssislərdir. Lakin bir çox hallarda, hətta Avropada, Amerikada bununla bağlı çətinlik çəkirlər. Çünki çox da insan bu dilin fobiya yaradılıb ətrafında, onun irəli gələrək bunu öyrənməyə elə də maraq göstərmir. Lakin Amerikada, Avropa ölkələrində scholarshiplər var, pulsuz təhsil var. İnsanlar gedib orada bundan bəhrələnə bilərlər və özlərini daha da yaxşı inkişaf etdirə bilərlər bu sahədə. Mən Azərbaycan Diplomatiya Akademiyasının proqramı ilə maraqlanırdım, bakalavriat proqramı ilə. Orada dərslər ingilis dilindədir, lakin yaxud 3 yaxud da 4-cü kursdan etibarən 5-6 dil var ki, onlardan birini tələbə könüllü seçərək bu dili öyrənə bilər. O dillərdən biri də ərəb dilidir. Bu da mənim marağımı çəkmişdi. Sonuncu sualım nədən ibarətdir? Bildiyimiz kimi qarşıdan 4-cü İslam həmrəyliyi oyunları gəlir. Bu hadisənin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir? Son illərdə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə, oyunlara ev sahibliyi etmişdir. Bildiyimiz kimi keçən il 1-ci Avropa oyunlarına ev sahibliyi etdik. Bunun önəmi haqqında danışmaq, uzun-uzadı danışmaya ehtiyac yoxdur. Zaten hamıya məlumdur. Və artıq Azərbaycan bu sayədə idman sahəsində ikinci böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu da 4-cü İslam həmrəyliyi oyunlarıdır. Demək, ilk İslam həmrəliyi oyunları Səudiyyə Ərəbistanında keçirilmişdir. Ondan sonraki ikinci İslam həmrəliyi oyunları 2009-cu ildə İranda keçirilməyi planlaşdırılırdı. Amma müəyyən səbəblərdən təxirə salındı və 2010-cu ildə aprel ayında keçirilməli idi. Ümumiyyətlə ləğv olundu, keçirilmədi, bəli. Və 3-cü İslam həmrəyliyi oyunları isə İndoneziyada keçirilmişdir. Mən nəyi vurğulamaq istəyərdim? Bildiyim məlumata görə Səudiyyə Ərəbistanında keçən İslam həmrəyliyi oyunları biraz belə deyək ki, təntənədən uzaq şəkildə, çox sadə şəkildə keçirilmişdir. İndoneziyada isə müəyyən səbəblərdən paytaxtda keçirilməyi nəzərdə tutulan İslam həmrəyliyi oyunlara 40 gün qalmış başqa bir şəhərə keçirilmək zorunda qalıbdı və buna görə də hazırlıqlar o qədər də yüksək səviyyədə getməyib və düzdür, gözəl keçib eşitdiyimə görə, amma yenə də mənə elə gəlir ki, Azərbaycanın keçirəcəyi 4-cü İslam həmrəyliyi oyunları indiyənə qədər keçirilən oyunlar içərisində ən təmtəraqlısı, ən gözəli, ən bizə belə deyək ki, layiqlisi olacaq, bəli.
Demək, İslam həmrəylik oyunları haqqında fərman, belə deyək, qərar 2014-cü ildə Ciddədə İslam Həmrəylik İdman Federasiyasının 8-ci Baş Assambleyasında bu barədə qərar verilibdir. 2015-ci ildə isə aprel ayında bu barədə müqavilə imzalanmışdır, yəni Azərbaycana keçirilməsi haqqında. Bunun əhəmiyyəti haqqında çox danışmaq olar. Yəni ki, belə deyək ki, Azərbaycan bütün belə deyək ki, İslam dünyası ilə daha sıx əlaqələri yaradacaq təbii ki. Mən buna təkcə idman yarışları kimi baxmayaq deyərdim. Bu həm də bütün İslam gənclərinin, belə deyək ki, idmançılarının, gənclərinin bir-birlə yaxın təması, dostluq, yeni bir deyək, həmrəylik oyunlarıdır. Yeni bir dostluq, belə deyək ki, həmrəylik, gözəl münasibət yaranması üçün bir zəmin olacaq deyə düşünürəm. Yəni, bu mənə elə gəlir ki, bu İslam ölkələrinin bir dostluq, hardasa bir-birindən həmrəy olma simvolu kimi mən bu oyunları qeyd edərdim. Azərbaycan üçün çox böyük bir əhəmiyyəti var. Çünki Azərbaycanın belə deyək ki, İslam ölkələri içərisində Azərbaycan çox önəmli bir yer tutur. Artıq dediyim kimi çox müstəqilliyi baxımından, belə güclülüyü baxımından, iqtisadiyyat baxımından çox önəmli bir yer tutmaqdadır Azərbaycan. Və bu oyunlardan sonra Azərbaycan İslam dünyasında daha çox tanınmağa başlayacaq. Xüsusilə də mən vurğulayardım ərəb ölkələrində. Çünki İslam həmrəylik oyunlarında 57 ölkədən əksər ölkələri ərəb ölkələri təmsil edir. Onların içərisində çox önəmli ölkələr var. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş, İordaniya, İraq, Fələstin, Tunis, bir çox ölkələri saymaq olar ki, bu ölkələr İslam həmrəylik oyunlarında çıxış edəcək. Və bu ölkələrin bir çoxunda Azərbaycan hələ də o qədər güclü tanınmır. Mənə elə gəlir ki, bu oyunlardan sonra bütün İslam dünyası Azərbaycanı daha bir güclü ölkə, müstəqil ölkə olaraq tanıyacaq. Çox təşəkkür edirəm geniş məlumat verdiyinizə görə, maraqlı məlumat verdiyinizə görə. Mən həm də nəyə qeyd etmək istəyərdim? Əslində, tarixə nəzər yetirəndə bir çox hallarda İslam dövlətlərinin müxtəlif faydalı işlərdə bir araya gəlməsi üçün cəhdlər olub, Camp David və digər müqavilələr imzalanarkən bir sıra təfriqələr yaranıb aralarında. Lakin ümid edirəm ki, həqiqətən müsbət, düzgün, faydalı niyyətlərdən irəli gələrək bu müttəfiqlik, bu ittifaqlıq bir çox hallarda realizə olunar. Qeyd etdiyimiz kimi hər hansı bir force majeure hadisələr baş verməz və bir ərəb dilinin Azərbaycanda yayılmasında sizin çox böyük zəhmətiniz var. Mən bunu həqiqətən müşahidə etmişəm deyənə deyirəm və sizin zəhmətiniz qiymətsizdir. Çox təşəkkür. Və ümid edirəm ki, gələcəkdə, müzakirələrimizdə biz daha da optimist cəhətdən baxa biləcəyik, nəticələrə uyğun olaraq və dəyərli vaxtınızı ayırıb, bura təşrif buyurduğunuza görə sizə çox minnətdaram Hülya xanım. Mən sizə təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun. Əziz tamaşaçılarımız, vaxtınızı ayırıb bizi izlədiyinizə görə təşəkkür edirəm. Həqiqətən hər hansı bir dili mənimsəmək olduqca böyük əhəmiyyətə malikdir. Gəlin bizə vacib olanı öyrənək.